Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2 aprel tarixində Mardinli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub. Xəbər verilir ki, hadisəyə səbəb olan münaqişə martın 26-sında mərhum ilə 22 yaşlı şəxs arasında toy məclisində başlayıb. Bildirilir ki, ağır cinayətdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu toy günü qisas almaqla hədələyib. Digər gün isə onu evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib. Hadisə şahidlərinin sözlərinə görə ağır yaralanan gənc hadisə yerində çoxlu qan itirərək həyatını itirib. Yerli sakinlər bildirirlər ki, mərhum qaçmağa çalışsa da hücum edən şəxs onu yaxalayaraq öldürüb. Qışqırıq səsinə çıxdı. Artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi və bu həyətdə daxil oldular. Yazıq hasardan tullanmaq istəyirdi, amma çatmadı. Onu yaxaladı və boğazını kəsdi. Eşitdiyimə görə onların arasında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona səni bağışlamayacağam deyə hədələyib. Sonra da belə qisas aldı deyə sakinlərdən biri bildirdi. Başqa bir sakin isə qeyd edib ki, yaralı gənc təxminən yarım saat kömək istəyib. Hamı qorxurdu, heç kim yaxınlaşa bilmirdi, çünki qatil bıçaqla silahlanmışdı. Mən gələndə artıq hamı çöldə idi, o isə qaçmışdı. Təcili yardıma belə zəng etməyə qorxurdular. Mən zəng etdim, amma artıq gec idi, hadisə yerində ölmüşdü. Boğazında dərin kəsik var idi. Qan itkisindən həyatını itirdi. Qeyd edək ki, hadisə ilə bağlı saxlanılan 22 yaşlı şəxsə qarşı ittiham irəli sürülməsi gözlənilir. Araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.